Salam, xəbərin brendi günün trendi efirdədir. İctimai nəqliyyatda qadın sürücülərinin iştirakını artırmaq məqsədi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ayna ilə birgə həyata keçirilən təlim proqramını uğurla tamamlayan xanım sürücülər artıq Bakubas MMC-də rəsmi fəaliyyət göstərirlər. Ötən gün opera studiyasında Azərbaycan musiqi mədəniyyətinin nadir incilərindən olan Əsli və Kərəm operası tamaşaçılara təqdim edilib. Tədbir dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində Azərbaycan Dövlət Opera və Balet Teatrının truppası tərəfindən həyata keçirilib. Dünən günorta saatlarında Abşeron rayonunda ağır yol qəzası baş verib. Saat 12 radələrində Fatmay kəndində Bakı şəhər sakini 21 yaşlı Elcan Ələsgərovun idarə etdiyi Chevrolet Cobalt markalı avtomobil aşıb. Nəticədə sürücü hadisə yerində həyatını itirib. Elcan Ələsgərov avtomobili taksi fəaliyyəti məqsədi ilə istifadə edilmiş. İlkin ehtimala görə faciəyə sürücünün sürət həddini aşması və əks zolağa çıxması səbəb olub. Müdafiə Nazirliyinin zabiti İsmail Əzimli vəfat edib. Ensaylı hərbi hissənin zabiti İsmail Əzimli döyüş yoldaşları ilə Vətən müharibəsində döyüşdükləri əraziləri ziyarət edərkən ölüb. Onun nəşi dəfn edilməsi üçün sakini olduğu Biləsuvar rayonunun Səmədabad kəndinə aparılıb. İsmail Əzimli ailəli idi, 2 övladı yadigar qalıb. Qeyd edək ki, mərhum zabitin atası Elman Məhərramov 1-ci Qarabağ müharibəsində şəhid olub. Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Ağ Ev yaxınlığında 2 milli qvardiya əskəri silahlı hücuma məruz qalıb. Hücum edən şəxs hadisə yerində saxlanılıb. Onun tutulma anı mobil telefon kamerasına əks olunub.
Rusiya prezidenti Vladimir Putin NSAİ yurduna səfər zamanı Qırğız xalq musiqi aləti olan komuzda ifa edib. Putin aləti əlində tutaraq necə sualını verib və sağ əl ilə ifanı sınaqdan keçirib. Yaxınlıqdakı şəxs bu 3 simli alətdir cavabını verdikdə Putin bəli bunu bilirəm deyə bildirib. Он тоже трехструн, как балалайка, я понимаю. Bişkeşdə Rusiya liderinin iştirakı ilə İntimaq Ordu qərargahında tədbirlər keçirilib. Sözgedən iqamətgahın yaxınlığında təqribən 200 metr məsafədə nəhəng ekran quraşdırılıb. İddialara görə ekranın quraşdırılmasına səbəb Putinin səfəri zamanı Ukrayna səfirliyinin binasını gizlətmək olub. UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunun son günündə Kopenhagen Kayrat maçı öncəsi qeyri-adi və alqışa layiq bir hadisə yaşanıb. Kayratın cəmi 10 azarkeşi komandalarını dəstəkləmək üçün 5000 kilometrlik yolu qət edərək Danimarkaya yollanıblar. Paytaxtın Xətai rayonu Qaçaq Nəbi küçəsində piyada səkisinin hesabına parking yaradılmasını əks etdirən görüntülər yayılıb. Görüntülərə əsasən binalardan birinin qarşısında gecə saatlarında parking yeri hazırlandığı məlum olur. Parkingin səkinin hesabına təşkil edilməsi isə narazılıq yaradıb. Bildirilir ki, bu kimi dəyişikliklər piyadaların hərəkət təhlükəsizliyini pozur, həm də küçədə nəqliyyatın axınına mane olur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Ayna və Bakı şəhər icra hakimiyyəti tərəfindən sözgedən ərazidə səkinin qanunsuz zəbt edilməsinin qarşısı alınıb və bərpası həyata keçirilir. Qaydaları pozan avtomobil sürücüsü motosikl sürücüsü ilə mübahisə etdi. Qabağa keçək də qardaş, başladım. Saxlamısan yolun ortasındayı. Saxlamısan yolun ortasında, borcu çıxardır səni. Sən qabağında saxlamışam. Allah yolun ortasında saxlamışam. Sən nəyvə lazım? Sən nəyvə lazım? Keçəli, sənə görə düşüb qalmalıyam mən. Yanma da keç. Nətər dayanma? Qırmızıya düşmüşəm bir şey. Nətər keçdi? Kef deyə. Abşeronda marketlərdə talama cinayətləri qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı vaxtlarda rayonun Saray qəsəbəsindəki marketlərə daxil olaraq 9270 manat nağd pul, 580 manat dəyərində tütün məmulatları və 400 manatlıq lotereya biletləri oğurlayıb. Abşeron rayon polis idarəsinin Saray polis bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 30 yaşlı Xəyal Rüstəmov saxlanılır. Saxlanılan şəxsin marketlərə daxil olması, eyni zamanda pul, tütün məmulatları, eləcə də lotereyaları oğurlama anı və hadisə yerindən uzaqlaşması təhlükəsizlik kameraları vasitəsilə dəlilini alınır. Faktlarla bağlı Xəyal Rüstəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir. Naxçıvanın Kəngərli və Ordubad rayonları ərazisində silah-sursat aşkarlanıb. Hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların bir ədəd RQD-5 əl qumbarası və bir ədəd UZRG partladıcısı, bir ədəd 85 mm-lik BR-365 top mərmisi olduğu müəyyən edilib. Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və yol qəza hadisələrinin və yol qəzalarının azaldılması məqsədi ilə profilaktik tədbir keçirib. Tədbir zamanı aşkarlanan qayda pozuntularına dərhal reaksiya verilib, sürücü və piyadalarla profilaktik söhbətlər aparılaraq
Qazilərdən və Azərbaycan xalqından üzr istəyirik. Abşeron rayonu Məmmədli qəsəbəsi Həsən bəy Ağayev və Ziya Bünyadov küçələrində Yanardağ Dövlət Tarix Mədəniyyət və Təbiət Qoruğu ərazisinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində qaz sızması müşahidə olunub. Müayinə zamanı sözgedən ünvanda yerləşən fərdi yaşayış evlərinin bünövrəsinə yaxın olan hissələrində, həyətyanı sahələrində və yaşayış olmayan boş ərazilərdə yer səthində şulf üsulu ilə dəliklər açılaraq cihazlarla ölçmə işləri aparılıb və metan qazı aşkar edilib. Bu səbəbdən Azərqaz İstehsalat Birliyi tərəfindən əraziyə qazın nəqli müvəqqəti olaraq dayandırılıb. Xəbər ziyafətimiz yekunlaşdı. Yenidən görüşərik, vədimizə sadiq olaq.